Sabah Azərbaycan ilk dəfə olaraq Formula 1 yarışlarına ev sahibliyi edəcək. Formula 1 bolidlərinin mühərrikinin simfoniyası paytaxtı bürüyəcək. Formula 1 ilə əlaqədar paytaxtımızda xeyli turist var. Elə ölkədə beynəlxalq tədbirlərin keçirilməsinin əsas səbəbi də ölkəyə turist cəlbidir. Əməkdaşımız Səbinə paytaxtdakı turistlərlə danışıb, onların fikirlərini öyrənib. Görək, əcnəbilər şəhərimiz haqqında nə fikirdədirlər? Sabah başlayacaq Formula 1 yarışları ilə əlaqədar şəhərimizdə turistlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Turistlər ən çox milli mətbəximizə, qədim abidələrimizə maraq göstərirlər. Müşahidələrimizdən bu nəticəyə gəldik ki, ərəb, keçmiş MDB ölkələrindən gələn turistlərin sayı daha çoxdur. Rusiya-Türkiyə arasında əsən soyuq küləklər də Rusiyadan Azərbaycana turist axınını gücləndirib. Bakıya biz birinci dəfədir ki, Qazaxıstandan gəlmişik. Dünən gəlmişik, hələ ki, hər şey xoşuma gəlir. Mən də ərimin sözlərinə qoşuluram. Çox gözəl, heyrətamiz şəhərdir. Əslində turistlərin rahat gəzməsi üçün hər bir şərait yaradılıb. Bakıda hər addımda üzərində ingilis dilində məndən sorur, sizə kömək edə bilərik kimi şüarlar yazılmış köynəklərdə könüllülər gəzir və turistlər istənilən sualla bu şəxslərə müraciət edə bilərlər. Nahar vaxtı turistlər ən çox milli mətbəximizə maraq göstərirlər. Məsələn, Kanadalı Tomu Bakıda çox sağlam qidanın olması sevindirib. Buradakı insanlardan, iqlimdən həzz alıram. Yeməklər çox sağlamdır. Mən insanlarının bu qədər qonaqpərvər olduğu ikinci belə bir şəhərdə olmamışam. Bu çox xoşdur. Şəhər çox maraqlı, eyni zamanda qədim bir yerdir. Formula 1 Bakı halqası şirkəti yarışlar başlamazdan əvvəl ən gec iyun ayının 13-də Formula suvenirlərinin satışa çıxarılacağını bəyan etmişdi. Amma bugün içəri şəhərdə Formula 1-ə aid bir dənə də olsun suvenirə rast gəlmədik. Ancaq 1-2 satış nöqtəsində üzərində Formula 1 loqosu əks olunan köynəklər satılırdı.